Bugün də böyle hava mülayimdir, yaxşı hava var. Ona görə qoyunları həyətə buraxmışam, otlayırlar. Artıq demək olar ki, gündəlik həyətə qoyunları buraxdığıma görə səhərlər verdiyim otu tövlədə müəyyən qədər azaltmışam. Bu qoyunlardan da 12 baş qoyun, bir baş qoçdu, qəhvəyə olan qoçdu. Qoyunların indiyə qədər 10 baş qoyun yani doğup en son doğan qoyun 4 gün əvvəl doğmuşdu. O hava yaxşı deyə onu da buraxmışam həyətə anasını. Qoyunlar ilk belə deyək də doğmağa noyabrın 17-sində başlamışdı. İndi hal-hazırda aprel ayının 21'inde bir baş qoyun da boğazlı, yani o doğasıdır. Qalır yerdə bir qoyun, o da yani çox güman ki qısırdır. Bu qoyunlardan cəmi bir baş əkiz bala verib. Bu gördüğünüz qoyun da o da anası Ramanov qoyunudur. Ramanov qoyunları əkiz, yani doğmağa meyilli cinslərdir. Qoyunlardan bayaq vurguladığım o noyabr ayının 17'sinde ilk yani doğan qoyun dünən qoça geldi. Tövlədə ola bilər ki, müəyyən o qarlı havalarda yani görmədiyim vaxtlarda belə deyək. Hər hansı qoyunlardan hansısı da qoça gəlmiş ola bilər. Ama yani özümün belə deyək də şahid olduğum ilk qoyun dünən yani qoçlandı. Yəqin ki havalar isindikcə müəyyən belə deyək də havanın isinməsi, quzunun bilirsiniz ki, məsələn qoyun quzu doğandan sonra müəyyən müddətə indi o qoyunun biraz cinsindən də asılıdır və yaxud da ki kök arı olmasından da çox şey asılıdır. Müəyyən müddətdən sonra bədənini bərpa eləyəndən sonra növbət dəfə qoça gəlir. Görək qoyunlardan daha sonra hansılar ikinci dəfə qoça gəlir. Yəni qoyunların yemlənməsidir, otudur, mineral duzdur. Məsələn, vaxtı-vaxtında suyun verilməsidir. Yəni qoyunlar həm də təmiz suyla su içirlər. Yəni bacardığım qədər yəni yaxşı baxmağa çalışmışam. Görə indi bu yaxşılığın qarşısında qoyunlar ikinci dəfə neçəsi qoça gələcək. Yəni bu qısır ehtimal elədiyim bu qoyundur. Yəni bu əslində şişəkdir, indiyə qədər doğmayıb. Bu da təzə doğulan quzu, quzunun anası. Kuzulardan, dişi kuzulardan müəyyənli damazlıq saxlamaq fikrim var. Görək onları da analarından təxmini 20 gün, 25
15 gün olar. Əmmirlər də ayırmışam, analar da demək olar ki, quruyublar da artıq südləri yoxdur. Müəyyən müddətdən sonra onları da analarından örüşə buraxacam. O dişi quzulardan damazlığa saxlamaq fikrim var. Çünki yəni belə deyək də, yəni tez doğmuş quzularda, yəni payızda, noyabrın demək olar ki, noyabr ayının sonlarına doğru dekabrın 1-nə qədər doğmuş quzularda əksəriyyəti. Onlardan artıq onlar 4 aya yaxın müddətə doğulublar. Onu saxlasan yayda da ot verilmir. Gədə-bədə yəni heyvanlar çöldə, örüşdə otlayır. Onları damazda saxlayıb qulaqlarına da birka vurmaq fikrim var. Qışa doğru, yəni gələn qışa doğru, yəni payızın sonlarına deyək, qoyun sayını 20 başa çatdırmağa hədəfləmişəm. İnşallah qoyduğum hədəfə çataram. Sağ olun dostlar. Gələn videolarda görüşənə dək.